Esselamu Aleyküm bizi izleyenler ve hörmətli həmkarlarım. Bugün sizə Qalans kondisionerinin pultunun istifadə qaydasını görkəzəcəm. Bundan qabaq biz belə bir video çəkmişdik. Təxminən 2 dəqiqəlik. Amma orada bütün düymələri izah etməmişdik. Bu səbəbdən bu boşluğu doldurmaq üçün yenidən çəkmək qərarına gəldik. Həmən video 2 il bundan qabaq çəkilib deyə biz yenisini çəkmək qərarına gəldik. Bu kondisionerin on-off düyməsidir. Bununla kondisioneri yandırıb söndürür. Kondisionerin rejimlərinin dəyişdirilməsi üçün mod düyməsindən istifadə edilir və bu kondisionerin 5 rejimi var. Soyutma, qurutma, ventilator, isitmə və avtomatik rejim. İstifadəçilərin böyük əksəriyyəti kondisionerin soyutma rejimindən istifadə edir. Bu səbəbdən operation mod düyməsini basırıq və burada qar dənəci işarəsi gələndə kondisioner soyutma rejimindən keçmiş olur. Soyutma rejimində temperaturu 22-24 arasında nizamlayırıq. Elektrik enerjisinə qənaət etmək istəyənlər 24 dərəcədən yuxarı və yaxud 24 dərəcə ayarlaya bilərlər. 22 dərəcənin aşağısında temperaturu ayarlamaq məqsədə uyğun deyil, çünki bu soyuq dəyməyə səbəb olur. Kondisionerin soyutma rejimində bu düymələrə də baxmaq lazımdır. Demək, swing düyməsi basıldıqda burada swing sözü gəlir və jalüzlər yuxarı aşağı hərəkət edir. Bir daha basdıqda isə swing sözü itir və jalüz əvvəlki vəziyyətinə qayıtmış olur. Bu isə manual, yəni əllə jalüzün istənilən istiqamətdə saxlamaq mümkündür və hər dəfə biz bunu basdıqda gördüyünüz kimi o öz deməli vəziyyətini təxminən 6 dərəcə dəyişir. Bu ekranda çox gözəl formada görünür. Bundan başqa bəzi vaxt elə olur ki, həddindən artıq hava isti olur və insanlar istəyirlər ki, kondisioner tez bir zamanda evi soyutsun. Belə olduqda burada bir turbo düyməsi var. Turbo düyməsini basırıq və bu halda burada belə bir işarə gəlir. Təbii ki, ventilatorun sürəti burada görkənmir və bu rejimdə kondisioner ən yüksək sürətdə işləyir. Qeyd etmək istəyirik ki, bu rejimdə kondisioner təxminən 15, bəzi vaxt isə 30 dəqiqə, bəzi modellərdə isə 30 dəqiqə işlədikdən sonra əvvəlki rejiminə qayıdır. Kondisionerin fanının sürətini dəyişmək üçün fan speed deyilən düymədən istifadə olunur. Bu düymə hər dəfə basıldığında bir sonraki sürət seçilir. İndi hal-hazırda aşağı sürətdəyik, orta sürət, yuxarı sürət, bir də basdıqda fan auto. Yəni avtomatik fanın sürətinin avtomatik olaraq seçilməsi sürəti gəlir ki, bu çox faydalı bir rejimdir. Display düyməsi kondisionerin üzərində olan işığın yandırılıb söndürülməsi üçündür. Ola bilər ki, kimsə sual verə bilər ki, o işıq ora niyə qoyulub ki, biz onu da yandırıb söndürək. Bəzi adamlara kondisionerin işığı mənfi təsir göstərə bilər, yəni onu əsəbləşdirə bilər. Ona görə də onun söndürmə imkanı olmalıdır. Və yaxud bir digəri isə kondisionerin duran kimi harda olduğunu görəsi kimi bir problemi ola bilər. Deyər ki, mən kondisionerimin yerini görmək istəyirəm. Belə olduqda da, yəni işığı görüb kondisionerin harda olduğunu qeyd etmək istəyir ki, bu işıq bir qədər işıqlandırır və hətta onun işığında pultun harda olduğunu görmək haradasa mümkündür. Bundan başqa demək, soyutma rejimində deyək ki, biz temperaturu 22 dərəcə, hətta 21 dərəcəyə indirdik. Nə baş verəcək? Bayaq dediyimiz kimi bu temperaturda soyuq dəyimi ola bilir. Bunun qarşısını alınmaq üçün burada bir silip düyməsi qoyublar. Silip düyməsini bastığımız təqdirdə burada bir ay və qarşısında da 2 ulduz şəkili gəlir və eyni zamanda da ventilatorun sürəti də dərhal ən aşağı sürət olaraq seçilir ki, yataq otağında ventilatorun səsi bizi narahat etməməz. Ümumiyyətlə, yataq otağında ventilatorun sürəti sizi narahat edirsə, ən aşağı sürəti seçə bilərsiniz. Bu rejimdə kondisioner 1 saat ərzində temperaturu 2 dərəcə qaldıracaq. Amma biz silip düyməsini bir daha basdıqda burada 1, sonra 2, sonra 3 ədədləri görəcək. Bu isə həmin o silip rejiminin deməli qayda qanunudur. Yəni, əgər biz 3-ə qoyarıqsa, o zaman kondisioner 3 saat işlədikdən sonra temperaturu 1 dərəcə qaldıracaq, yenidən 3 saat keçdikdən sonra yenidən 1 dərəcə qaldıracaq. Dolayısıyla bu onun deməli istifadəsi üçün və bizim seçdiyimiz üsulda işləməsi üçün olan bir qaydadır. Bu rejimdən çıxmaq üçün yenidən basırıq və bu rejimdən çıxmış oluruq. Bundan başqa kondisionerin başqa rejimləri də var. İndi biz növbəti rejimə keçmək üçün operation
mod, yəni əməliyyat modunu düyməsini basırıq və burada bir su damlası işarəsi gəlir. Bu su damlası qurutma rejiminin işarəsidir. Bu rejimdə kondisioner evdə olan nəmi azaldır. Az istifadə olunan rejimlərdən biridir. Bir daha basdıqda isə burada bir ventilator işarəsini görürük. Bu rejimdə kondisionerdə nə soyutma, nə isitmə prosesi gedir. O sadəcə bir ventilator kimi işləyir və yəni ventilator əvəzi işlətmə olur. Bir daha basdıqda isə burada bir günəş işarəsi gəlir. Günəş işarəsi isitmə rejiminin simvoludur. Bu rejimdə temperaturu 26 dərəcənin üzərində tuturuq. Niyə? Çünki isti hava yüngül olduğuna görə yuxarıda yığılır və kondisionerin dayandığı yerdə temperatur deyək ki, məsələn 27 dərəcə olarsa aşağıda artıq təxminən 22 dərəcə ola bilər. Bu səbəbdən yəni hesabınızı bu cürə götürün. İsitmə rejimində ən demək vacib məsələ fanın sürətini avto rejimə qoyulmasıdır. Biz bu rejimə qoymaq üçün fanı bir neçə dəfə düyməsini bir neçə də basırıq və burada fan auto sözü gələndə kondisionerin fanı avto rejimə keçir. Bu rejimdə deməli fanın sürəti mikroprosesor tərəfindən idarə edilir və dolayısıyla bu səbəbdən demək kondisionerimiz daha verimli işləyir və eyni zamanda istiliyi daha yaxşı verir. Çünki o özü tənzimləyir sürəti. Yəni siz isitmə rejimində ən böyük sürətə qoyduğunuz təqdirdə kondisioner əlbəttə ki çox pis isidəcək və eyni zamanda çöl hissəsi tez bir zamanda donacaqdır. Amma siz avto sürətə qoyduğunuzda kondisioner ən azı həmən temperaturda, yəni bayırda olan temperatura uyğun olaraq sürəti sizəcək və bu səbəbdən də əgər donma olacaqsa bu yalnız havanın temperaturu 0 dərəcəyə yaxınlaşdıqda baş verəcəkdir və qeyd etmək istəyirik ki, soyutma rejimindən fərqli olaraq isitmə rejimində biz düyməni basan kimi həmən istilik gəlmir. Ən azı 5, bəzi vaxt isə 10 dəqiqəyə qədər gözləmək lazımdır ki, kondisionerin ağzından ilıq hava çıxsın. Amma havanın temperaturuna asılı olaraq onun nominal rejimə, yəni maksimal istilik vermə rejimi təxminən 20 ilə 40, bəzi vaxtda hətta 1 saata qədər çəkə bilər. Bu əlbəttə ki, həm küçədə olan temperaturdan, həm də evdə olan temperaturdan asılıdır. Qeyd etmək istəyirəm. Burada da əgər elektrik enerjisinə qənaət etmək istəyirsinizsə, o zaman temperaturu 24 dərəcəyə ayarlaya bilərsiniz. İndi operation mod düyməsini bir daha basdıqda burada auto sözü gəlir. Nədir bu auto? Bu avtomatik rejimdir. Yəni kondisioner daimi temperaturu 24 dərəcədə tutmağa çalışacaq. Yəni temperatur əgər 24 dərəcədən aşağı olarsa kondisioner isitmə rejimində işləyəcək, yuxarı olarsa soyutma rejimində işləyəcəkdir. İndi biz mod düyməsini bir daha basırıq və soyutma rejiminə qayıdırıq. Soyutma rejimində deyək ki, temperaturu 24 dərəcə qoymuşuq və yatağımıza uzanmışıq. İstəyirik ki, kondisioner 5 saatdan sonra söndürülsün. Bunun üçün burada bir timer düyməsi var, yəni zamanlayıcı düyməsi var. Bu düyməni basırıq və bundan sonra onu bir neçə dəfə basıb 5 saata ayarlayırıq və kondisionerimiz gördüyünüz kimi 5 hours off, yəni 5 saatdan sonra sönəcək deyə burada bir demək yazı gəlir. Kondisioner 5 saat işlədikdən sonra söndürüləcək. Bu rejimdən çıxmaq üçün cancel düyməsini basırıq. Cancel yəni iptal düyməsini basırıq. Və yaxud işə gedirik, kondisioneri söndürürük. İstəyirik ki, kondisionerimiz biz evə gələndə artıq evimizi soyutsun. Məsələn, və yaxud isitsin, fərq etməz. Məsələn, deyək ki, biz səhər saat 8-də evdən çıxırıq, axşam saat 8-də qayıdacaq, yəni 12 saat sonra qayıdacaq. Bizə lazımdır ki, kondisionerimiz 11 saatdan sonra işə düşsün və biz gələnə qədər evimizi sərinləsin. Bunun üçün timer düyməsini basırıq. Burada gördüyünüz kimi 1 hour on, yəni 1 saatdan sonra yanma gəlir. Biz bunu 11 saata quraşdırırıq və bundan sonra kondisionerimiz 11 saatdan sonra işə düşəcək və biz evimizə gələnə qədər evimizi soyudacaqdır. Bu rejimdən çıxmaq üçün cancel düyməsini yenidən basmaq lazım gəlir. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Əgər hər hansı bir sualınız olarsa, şərhlər bölümündə bizə müraciət edə bilərsiniz. Biz də böyük məmnuniyyətlə sizə cavab verərik. Əssəlamu aleykum.